Bayram tədbiri çərçivəsində şəhid övladları, xüsusi istedadları və nailiyyətləri ilə fərqlənən uşaqlarla birlikdə əvvəlcə daim uşaqlara xüsusi diqqət göstərən ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında təşkil olunan festivalda dövlət hökumət nümayəndələri, ictimai təşkilatların təmsilçiləri, uşaq bağçaları, musiqi məktəbləri, yaradıcı kollektivlər, idman müəssisələrinin yetirmələri, valideynlər və uşaqlar iştirak ediblər. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Sosial Məsələlər Şöbəsinin müdiri Hüseyn Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış ediblər. Vurğulanıb ki, Azərbaycanda uşaqlara qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət hazırda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması, sağlamlıqlarının möhkəmləndirilməsi, təhsilli, asudə vaxtlarının səmərəli təşkili və istedadlarının üzə çıxarılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2025-2026-cı tədris ilində Naxçıvan şəhərində təhsil, incəsənət və idman sahəsi üzrə fərqlənən ilin 21 istedadlı uşağı diplom və hədiyyələrlə təltif edilib. Göstərərək 294 vaxt toplayan şagird. Musiqi və incəsənət məktəblərinin mahnı və rəqs ansambllarının, məktəbəqədər və məktəbdən kənar təhsil müəssisələrinin, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin, Günəş Uşaq Akademiyasının, Naxçıvan Dövlət Kukla və Uşaq Teatrlarının, Bədii Gimnastika Dərneyi üzvlərinin və digər istedadlı uşaqların rəngarəng çıxışları nümayiş etdirilir. Bu Allah sən saxla, deyirəm indiki cavanlar nələr istəyir, heç kukla da danışar, danışar kukla. Yox! Danışar, görürsən danışmaz. Bir sakit dur gəlin. Bu Allah sən saxla, ne bu cavantın başı değil? Şu dünyadaki en mutlu kişi mutluluk verendir. Şu dünyadaki sevilen kişi sevmeyi bilendir. Bugün sizinlə nağıllar qədər rəngli, duyğular qədər saf bir dünyaya, uşaqların rəngli dünyasına qonaq olacağıq. Uşaqlar, bugün sizin bayramınızı təbrik edirəm. Uşaqlarınız bayramınız mübarək olsun. Şu dünyadaki en soylu kişi insafa gelendir. Bu dünya elə bir yerdir ki, burada göy qurşağa əl çatan, xəyal qurmaq azad, gülmək isə ən gözəl musiqidir. Gəlin, bu dünyanı bərabər kəşf edək. Biz burada əylənməyə gəlmişik, uşaqlarla oynamağa gəlmişik. Mən burada çox əylənmişəm. Mən burada gəldim, oynadım, toqquşa maşınlara mindim, tromboyna minib zıpladım, əyləndim mən. Bugün 1 iyun uşaqların beynəlxalq bayramı günüdür və hər bir uşağın bayramını buradan təbrik edirəm. Ulu Öndər Heydər Əliyev demişdi, uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insan və cəmiyyətdə uşaqlar siz qayğı, siz diqqət göstərməlidir. Burada mən öz kitabımı təqdim etdim. Kitabımı, məqaləmi iş yazanda 3-cü sinifdə yazmışdım. Çünki yanımda müəllimə orada
sərbəst mövzu yazacağımı söyləmişdi. Mən isə onu yazıb müəllimə apardım. Müəllim isə bunu xoşlayıb Yaş Tefli qəzetinə yönəltdi. Mən də bundan uzanaraq bunu artırdım və kitab yazmağa məqalələri yazmağa başladım. Sonra isə kitabın signalı çıxanda Elxan Yurdoğlu'nun ön sözünü yazdı. Asim Yazıcı isə kitabın çıxanda onu təqdimat etdi. Bu gün bir iyun uşaqların mühafizəsi günüdür. Mən uşaqları təbrik edir, onlara can sağlığı, uzun ömür arzulayıram. Onlara həm də dərslərində uğurlar arzulayıram. Hər birinin bayramını təbrik edirəm. Bayramınız mübarək. Bütün uşaqlar bayramımızı ürəkdən təbrik edirəm. Bütün müəllimlərimə sağ ol demək istəyirəm. Çünki onlar məni çox çalışdırır, çox öyrəndirir, çox məni oxudurlar və bütün uşaqlar bayramımız mübarək. Bu gün biz 1 iyun münasibəti ilə valideynlərimizlə birlikdə bayramımızı qeyd eləməyə gəlmişik və buradan bütün uşaqların bayramını təbrik edirik. Bayramınız mübarək! Festival çərçivəsində yaradıcı şəxslərin və kollektivlərin əl işlərindən ibarət sərgilər, müxtəlif mövzulu rəngarəng stendlər nümayiş etdirilib. Eyni zamanda iştirakçıların asudə vaxtının səmərəli təşkili və mədəni istirahətinin təmin olunması məqsədi ilə ərazidə iaşə xidmətləri də təşkil edilib. Həsən Məmmədov, Tərlan İbrahimova, Rafət Kərimov, NTV Xəbər.